Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabına üzerine olsun. Uca Allah Teala elm meclisimizi xeyli bərəkətli eylesin. Uca Allah Teala elm meclisinin sonunda günahlarını bağışladığı kullarının sırasına bizlər daxil eylesin. Uca Allah Teala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eylesin. Uca Allah Teala vətənimizi qorusun Məkkə düşmənlərinin hilələrindən, fitnələrindən, fəsadlarından. Biz əvvəlki mövzumuzda toxunmuşduq. Musa Aleyhisselam hadisəsindəyik. Musa Aleyhisselamın Misirdə çıxması hadisəsini toxunmuşduq. Mədyənə gəldi. Mədyən deyilən yerə. Orada baş verən hadisəyə toxunmuşduq və orada bir mövzuda qalmışdıq. Dua mövzusu. Yəni Musa Aleyhisselamın etdiyi dua. Yəni o dua, Musa Aleyhisselam etdiyi dua, yəni o deməkdir ki, o duanı olduğu kimi oxumaq. Yəni orada bir incəlik var. Duada acizliyi etiraf eləmək, fağırlığı etiraf eləmək, Allahın rəhmətini istəmək. Ona görə də dua hər bir halda nədir? Dua çox faydalıdır. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, İnnə dua yənfə' mimmə nəzə və mimmə ləm yənzil. Yəni dua insan üçün enəcək, yəni bir bəlanın qarşısını alır və yaxud da ki, insana enmiş bəlanı aradan qaldırır. Və yaxud da ki, enəcək hər bir xeyir üçün nədir? Faydalıdır. Ona görə mömin nə etməlidir? Buyurur, fəaleykum, ey Allahın qulları, duaya sarılır. Peyğəmbərimiz buyurur sallallahu aleyhi ve sellem. Ona görə Musa Aleyhisselam Misirdən çıxanda, çünki Qibtini öldürmüşdür, Firon'a yaxın olanlardan birisini öldürmüşdür. Xaifən, yəni Musa Aleyhisselam çıxır Misirdən qorxaraq, yəni öldürmə təhlükəsi var. Rabbinə ciney minəl qavmi zalimin. O belə dua etmiş. Ey Rəbbim, məni zalim qövmüdən xilas eylə. Allah Teala onun duasını qəbul etdi və onu xilas etdi. Çünki sonra iki qadına, yəni onların heyvanlarına su verdi və sonra həmən iki qadın atasının hadisəni danışanda nə dedi? Lə təxaf, qorxma, nəcəvtə minəl qavmi zalimin. Zalimlardan xilas oldun. Musa Aleyhisselam Mədyənə gələndə, çıxanda Misirdən dua etdi. Allahım, sən məni doğru yola yönləndir. Yəni, heç bir yeri tanımır, hara gedəcəyini bilmir, harada var, hara geçsin, heç bir şey bilmir. Heç bir əlində məlumat da yoxdur. Mədyən deyilən yerdə kim var, salihlər var, salihlər yoxdur. Ümumiyyətlə bilmir hara geçsin. Amma Allah'a dua etdi. Allah onu neynədi? Yönləndirdi. Ona görə nədir? Dua. Hər bir şeydə. Allah onu Mədyənə gətirib çıxartdı. Mədyənə gələndə o salih insanın qızlarına yaxşılıq eləndə nə dedi? Sonra ağacın altına çəkildi. İnni limə ənzəltə iləyyə min xayril fəqir. Ey Rəbbim, səndən gələn hər bir xeyrə möhtacam. Yəni, rəhmətinə möhtacam. Bax, burada nə duada incəlik? Acizliyi etiraf. Ona görə mümin hər zaman dua edəndə, duanda mütləq bu olsun. Allahım, sən aciz qulunam, sənə möhtacam, fağıram, miskinəm, zəliləm. Yəni, mümin hər zaman acizliyini etiraf etməlidir. Çünki Allah Teala sevir ki, mümin duada acizliyini etiraf etsin. Baxın, Musa Aleyhisselamın duası və dərhal cavabı gəldi. Evi də yox, işi də yox, ruhusu da yox, at çıxıb, uzun bir yol qət eləyib, yorulub. Qəsəs surəsində Allah nə edən onun duasını qəbul etdi. Çünki nəyə görə? Səndən gələcək, enəcək hər bir xeyrə nə dedi? Möhtacam, fağıram. Bax, acizliyi etiraf. Yəni, fağırlığı etiraz, möhtaclığı etiraf. Ona görə Peyğəmbərlərin duasına baxın. Quran-ı Kərimdə Allah Teala'nın buyurduğu və Resulullah sallallahu aleyhi ve sellem duasına baxın. Müstəcəb dualar deyirlər. Çoxunda nədir? Acizliyi etiraf. Subhanallah. Çünki Allah Teala sevir ki, qulu acizliğini etiraf etsin. Heç zaman təkəbbürlü göstərməsin, kibirli göstərməsin, özünü böyük saymasın. Çünki insan təkəbbürlü göstərməz, özünü bəyənməz, öz nəfsini üstün tutmaz. Baxın, duadan sonra nə cavab gəldi? Birinci neydi? Allah da onu qorxuna əmin etdi. İkinci, salih bir zövcə qismət elədi. Üçüncü, halal bir ruzu qismət elədi. Bir dənə bu duada 3 dənə neymət gəldi. O neymətlərin adını çəkmişdi Musa Aleyhisselam? Yox. Çünki Allah da bilir insan qəlbindən keçən nəyə ehtiyacı var. Sən deyəndə ki, Allahım,
fağıram, möhtacam, acizəm. Hər bir duanda bunu istifadə et. Nəyə görə? Çünki insanların hər bir kəsin istədiyi fərqlidir. Hər kəsin müxtəlif ehtiyacı var. Ona görə sən bu dualardan istifadə et. Quran-ı Kərimdə gələn müstəcəb dualar və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Allah Teala nə etdi? 3 dənə nemət verdi. Əmin-aman, zövcə, salih zövcə və halal ruzi. Çünki Rəbbimiz buyurur: "Və qad rabbukum ud'uni estecib lekum." Dua edin, duanızı qəbul edim. "Və izə sa'alaka ibadi anni", qullarım mənim barədə soruşsalar, "Fə inni qaribun." Mən yaxınam, ucibu da'vatad da'i izə da'an. Dua edən duasına cavab verərəm. Ona görə buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm: "Leysə şeyun əkrəm alallah minəd-du'a." Allah üçün ən sevimli, baxın. Ən sevimli, yəni duadan sevimli bir şey yoxdur Allah üçün. Çünki nəyə görə? Dua edən insan acizini etiraf edir. Nə də olsa, bütün dünya da onun olsa Allah'a möhtacsan. Ona görə ən sevimli şey İnnallah hayyiyyun kerim. Hayyi Allah'ın sifətlərindən birisi. Hayyi, hayalı, kerim, səxavətli. İzə rafa ileyhi raculu ileyhi yədeyh. Yəni birisi əlini qaldıranda Allah Teala onun əlini boş çevirməkdən deyir, həya edər. Subhanallah. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem: "Mən səra en yestecibəlləh lehu ində şədəid." Kim istəyirsə ki, sıxıntı anında Allah onun dualarını qəbul etsin, "Fəlyukthir minəd-du'a fir-raha." Xoş anında duanı çoxalsın. Yəni dua ancaq sıxıntı anda edilən deyil. Dua hər zaman edilməlidir. Xoş anında çoxlu dua et ki, çətin anında Allah səni xilas etsin. İstəməsən belə. Boş vaxtın var, gedirsən, Allah məni bağışla, Allah məni rəhm eylə, ruzun bol eylə. Yəni dilində dua əksik olmasın. Dua özü Allah'ı zikr etməkdir. Çünki öz acizini etiraf edirsən, dua edərkən xaliqini yada salırsan. Ona görə buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem: "Kimə dua qapısı açılıbsa, ona artıq bütün xeyir qapıları açılmışdır." Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Həmçinin bu hadisədə çıxan bir fayda var. Burada müəllif qeyd: "El-haya minəl-iman." Həya deyil, imandandır. Baxın, həyalı olmaq ayədə gəlir. Nəyə görə? Onlardan birisi deyil, utanaraq, həyalı halda gəldi. Yəni həyalı qadının həyalı olmasından danış. Ümumiyyətlə həya imandandır deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem: "İmanın 70'e yaxın şöbələri vardır, qismləri vardır. Afdaluha, onun ən fəzilətlisi la ilahe illallah kəlməsidir." La ilahe kəlməsi imanın yüksəyidir. Həmçinin buyurur ki: "Cəddidu imanakum." İmanınızı yeniləyin. Bu hədis səhihdir. Ya Rasul, necə imanımızı yeniləyək? Deyir, la ilahe illallah kəlməsini deyir. Subhanallah. Və ədnəha imatatul aza anit-tariq. İmanın ən aşağı qismi nədir? Yoldan bir əziyyəti qaldırmaq. Yol gedirsən, yola bir daş düşüb, insanın əziyyət çəkirlər. Onu qaldırmaq imandandır. Vəl-həyə şu'bətun minəl-iman. Həyalı olmaqsa imandan bir qismdir. Baxın, buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm: "El-həyə vəl-imanu." Həya ilə iman deyir, bax belədir, yan-yanadır deyir. Onlardan birisi qalxsa, digəri qalxar. Subhanallah. Yəni həyalı olmaq, əgər Allah bir quluna həya veribsə, böyük bir nemətdir. Həyanı zədələyən bir şeylər varmı? Özünü müalicə etməlisən. Baxın, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih edirsə: "İnnə likulli dinin xuluqan." Hər bir dinində bir əxlaqi dəyərlər olur. İslamın əxlaqi dəyəri nədir? Həyalı olmaq. Subhanallah. Əgər həya bir şeydə varsa, onu gözəlləşdirər. Amma çirkinlik isə bir şeydə varsa, onu çirkinləşdirər. Yəni həyanın əksi, ədəbsizlik. Subhanallah. El-həya xeyrun kullu. Həyalı olmaq hamısı deyir, xeyirlidir. Subhanallah. Ona görə alimlər həyanı iki qismə bölürlər. El-həya minallah. Birinci, Allaha qarşı həyalı olmaq. Allahdan çəkib utanmaq. Həya yəni bizim də utanmaq deməkdir. Həyalı olmaq nə deməkdir? Yəni insan həyalı olanda pis işlərdən çəkinir. Həyası onu qoymur o murdar işlərə. Allahdan həyalı olmaq nə deməkdir? Bunu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədis-i şərifdə açıqlayır. İstəhi minallah haqqal həya. Haqqı ilə Allahdan həya edin. Qalu, belə dedi, ya Resulallah: "İnnə nəstəhi minallah. Velhamdülillah, Allah həmd olsun. Biz Allahdan utanırıq, yəni həya edirik." Dedi, leysə dəli. Həya sizin başa düşdüyünüz kimi deyil. Vələkinnəl istihya minallah haqqal həya. Yəni, haqqı ilə həyalı olma o deməkdir ki, ən təhvadar rəsə və mə va'a. Yəni, insanın başında olan
Yəni gözdür, qulaqdır. Bunları həyalı olmaq, qorumaq. Gözü haramdan qorumaq, qulağı pis şeyi dinləməkdən qorumaq. Həyalı olmaq deyil, budur deyil. Və ən təhfədəl batn bimə hava. Qarını qorumaq. Nədən qorumaq? Haram yeməkdən qorumaq. Və ya qarın ətrafı nədən qorumaq insan özü? Zinadan qorumaq, ədəbsiz əməllərdən qorumaq. Həmçinin ölümü yada salmaq. Baxın, budur həyalı olmaq, ölümü yada salmaq. Və mən ərədəl əxirə, kim ahirəti istəyirsə, tərəkə zinətə dünya, dünya zinatını tərk edər. Yəni, dünyada Allahın verdiyi nemətlərlə qənaət bəxş olar. Yəni, artıq özünü dünya görə yormaz. Və mən fəalə zəlik, kim bunu edibsə, fəqat istəhya minallah haqqal həya, haqqı ilə Allahdan həya edib. Yoxsa hər kəs deyər ki, mən həya edirəm. Həyanı neynədir? Allahdan qarşı həyalı olmağı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədis şərifində açıqladı. İkinci qism nədir? İnsanların bir-birinə qarşı həyalı olması. Misal üçün, evladın atasına qarşı həyalı olması. Evlad atasının yanında hər şey edir, etmir, çəkinir. Həmçinin qadın ərinə qarşı həyalı olması. Həmçinin kişinin öz həyat yoldaşına qarşı həyalı olması. Böyüyün, balacanın böyüyə qarşı həyalı olması. Subhanallah. Həmçinin həyalı olmaq nədir? Bir bakirə qadına evlilik təklif eləyəndə onun həyasındandır ki, nədir? Hər zaman utanır. Onun susmağı razılıq əlamət. Deyəndə ki, filan kəslə evlənmək istəyirsən, susursa bilin ki, o razıdır. Həyasından susur. Bax, bunu neyini? Belə açıqlayır. Və həmçinin həyalı olmaq bütün Peyğəmbərlərin əxlaqıdır. Və ən çox həyalı kim idi? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Subhanallah. Ona görə deyək ki, Əbu Səid Əl-Xudri radiyallahu anh, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir bakirə qızdan daha çox deyə həyalıydı deyir. Hətta bir şey baş verəndə deyir, onun bir şeyi sevməyəndə onun həyasından, üzündən bilərdi ki, o şeyi Peyğəmbərimiz bəyənmədi. Subhanallah. Baxın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əxlaqına. Həmçinin Musa aleyhisselam o qədər həyalı idi ki, deyir, bədənini de heç kimsə görməzdi. Subhanallah. Baxın, Osman aleyhisselam o qədər həyalı idi ki, sağ əlini heç zaman istifadə etməzdi. Yunanda təmizlənəndə. Yəni, o qədər həyalı idi. Hər bir şeydə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onun yanında olanda bir gün Peyğəmbərimiz uzanmışdı deyir. Uzanan yerdə, söykənən yerdə ayağı açılmışdı. Uzananda paltar çəkilir. Əbu Bəkir gidir radiyallahu anh, Peyğəmbərimiz oturduğu yerdə qaldı. Ömər ibn Xattab girdi, oturduğu yerdə qaldı. Osman ibn Affan girəndə qalxdı, ayağını örtdü. Dilə, ya Rasulallah, Əbu Bəkir girəndə bunu etmədin. Ömər girəndə bunu etmədin. Deyir ki, o kəsdən ki, deyir, mələklər həya edir, mən necə həya etməyim. Subhanallah. Baxın, hansı dərəcəyə çatır ki, mələklər ondan həya edir, deyir. Kimdən? Osman radiyallahu anh. Ona görə həya kişilər üçün ümumi gözəl əxlaqdır. Xüsusilə qadınlar üçün daha gözəl əxlaqdır ki, qadının ən gözəlliyi nədir? Həyalı olmaq. Qadının zinətidir. Subhanallah. Amma bəzən görsən, qadın həyasını itirib. Kişilər kimi danışır. Söyür, təhqir eləyir. Bilmirsən, kişi ilə danışırsa qadındır. Subhanallah. Həyasını itirib. Həyalı olmayanda xeyir olmaz. Baxın, deyir ki, Ayşə anamızın radiyallahu həyasına baxın. Peyğəmbərimiz bütün qadınlar həyalı idi. Deyir ki, Ayşə anamız, Kuntu ədxulu alə Rasulullah sallallahu aleyhi ve sellem və Əbi Bəkrin bə'də mevtuhu və ənə kəşifə. Birinci Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfat edir. İkinci yanında kimi bastırdılar? Siddiq, ümmətin Siddiq, Əbu Bəkir radiyallahu anh. Kimin yanında dəfn olunur? Peyğəmbərimiz yanında. Şərəfə baxın. Rasulullah həyatdayken dostu idi. Harada dəfn olundu? Yanında. Bugün kimlərsə o şovinizmlə dil uzatlı Əbu Bəkir Siddiqə utanmazlar. Allah da icazə verərdi ki, Rasulullahın yanında pis insan dəfn olunsun. Heç zaman. Həyatda icazə verərdi ki, Rasulullahın yanında pis insan dostu olsun. Yox. Baxın, həyatda dost, qəbirdə dost, ahirətdə də dost. Subhanallah. Çatdığı mərtəbəyə var. Deyir ki, Peyğəmbərimizin dəfnindən sonra, Əbu Bəkirin dəfnindən sonra başı açıq girirdim. Öz evidir Ayşə anamızın. Ömər ibn Xattabı orada bastırandan sonra, ondan sonra neynədim? Başımı örtmədən girməzdim. Həya edir. Ölüdən belə həya edərdilər. Subhanallah. Üçüncü kimi bastırmış? Ömər ibn Xattabı. Ömər ibn Xattab başqa insan, yad, yəni əri deyil, atası deyil. Onu neynəyərdim deyir? Ömərə deyir, qarşı həyalı olduğumdan deyir, başımı örtərək girərdim. Qəbirin yanına.
Subhanallah. La ilahe illallah. Həyaya baxın qadınlarda. Fatimə anamızın həyasına baxın. Bəzi qadınlar deyirlər ki, biz Fatimə anamızı çox sevirik, filan, nədir, ildə bir də özünü döyürlər, amma əməlləri ilə Fatimə anamız kim olun? Fatimə anamız ölümündən öncə deyir ki, mənə elə bir paltar, elə bir kəfən gətirin ki, bədənim görsənməsin. Yəni, kəfənin üzrə örtəndə də bədən əzaları görsənməsin. La ilahe illallah. Öləndən sonra düşünür. Həyatda deyil. Öləndən sonra mənə elə kəfən hazırlayın ki, onu üzərimə qoyanda bədən əzaların bilinməsin. Subhanallah. Həyaya baxın. Rasulullah s.a.v. qızın. Bəziləri var, çox sevirik Fatimə anamızı. Fatimə anamızın keçimin doğrudur mu? Yox. Subhanallah. Və ya da misal üçün, mən Əhl-i Beyt sevirəm, Peyğəmbəri sevirəm, sahabiləri sevirəm, işində haram qatır. Doğrudur mu? Doğru deyil. Yəni, sevmək, illə bir dəfə ağlamaqla, döyməklə olmur özünü. Sevmək onlar kimi əxlaqlı, həyalı olmalı olur. Ona görə sonra Musa Aleyhisselamın həmən evində, Musa Aleyhisselamın yanına o yaşlı bir insan, salih insan qızını göndərir ki, gəl, çağır. Fəcəət ihdəhumə, onlardan birisi gəl, təmşi əl-istihyə, utanaraq, həyalı, yəni örpəyi, hər bir şey yerində. Dedi ki, atam səni çağırır, subhanallah. Atam səni çağırır, la ilahe illallah. Ona görə həyalı olmalıdır və xüsusən qadınlar nədir? Buna diqqət etməlidir, subhanallah. Ona görə də bu həya böyük bir nədir? Əxlaqdır. Və sonra nə demişdi? Qızımlarından birisini səni evləndirmək istəyirəm. Görəndə ki, salih insandır. Atasına gəlib danışır ki, bizə yardım elədi. Baxın. Hətta yol gedəndə belə Musa Aleyhisselam deyir ki, sən arxada get. Önündə getməyi qoymur qadını. Deyir, çatanda, yolu göstərəndə arxadan mənə daş at. Biləcəm ki, yolu dəyişmək lazım və ya çatdıq evə. Qadın üzünə belə baxmır. Həyaya baxın Peyğəmbər. Hələ Peyğəmbər də belə deyil ha. Əvvəlcədən görünce həyalı insan olub. Musa Aleyhisselam. Hələ Peyğəmbər verilməyib. Və burada çıxan fayda nədir? Müəllif deyir ki, bax, misal üçün salih insan deyir, öz yaxınını, öz qızı olsun, öz bacısı olsun, kiməsə təklif edə bilər, gəl evləndi, eləyə bilər. Çünki burada nə dedi? İki qızımdan birisini sənə evləndirmək istəyirəm. Ona görə bir insan salih insan görəndə, bir əxlaqlı insan, gənc görəndə deyə bilər ki, mən səni gəl qızınla evləndirim, və ya yaxınla evləndirim, və ya bacınla evləndirim. Bu pis bir şey deyil ki. Bəziləri buna pis baxırlar. Əksinə, dinimizdə budur. Baxın, Ömər ibn Xattab qızını Hafsanı ərə vermək üçün neçə dənə sahabəyə deyir, heç kim evlənmir. Nəyə görə? Bilirdilər ki, Peyğəmbərimiz onun haqqında nəsə danışıb. Rasulullah evlənəcək. Amma yəni Ömər ibn Xattabın xəbəri yoxdur. Gəlir Osman Nəffanın yanına, deyir ki, gəl səni qızınla evləndirim. Öz təklif eləyərlər sahabilər, salih insan görəndə. Deyir ki, ənzir fi əmri. Düşünərəm. Bir neçə gün sonra cavab gəlmədi. Gördü Ömər ibn Xattab yenə. Deyirsən ki, sən de evlənmək istəmirsən. Susdu deyir. Sonra Əbubəkiri gördü. Deyir, ey Əbubəkir, qızınla səni evləndirim Hafsa ilə. Dedi ki, deyir, düşünərəm. Gördü ki, yenə cavab gəlmir. Dedi, nəsə problem var? Mənim qızıma qarşı. Osman da evlənmədi. Əbubəkir də evlənmədi. Sonra Peyğəmbərimiz saat nə elədi? Nikah etdi, evləndi. Niyə iki sahabə evlənməmişdi? Peyğəmbərimiz onun haqqında danışmışdı. Eşitmişdilər. Evlənmək fikri var. Yoxsa kim Ömər ibn Xattabın qızına evlənməz ki? Baxın, özləri nə edərdilər? Təklif eləyərdilər ki, yaxşı insanla evləndirsinlər. Ona görə də Musa Aleyhisselam 10 il xidmət eləyir, evlilik qarşılığı, ondan sonra ailəsinin yanına qayıtmaq istəyir. Artıq 10 il keçib, uzun bir müddət, anasından uzaq, qardaşından uzaq, hara qayıdacaq? Misrə qayıdacaq və bilmir ki, yolda onu nə hadisələr gözləyir, subhanallah. Bitəndən sonra 10 il qayntasına deyir ki, mən artıq nədir? Misrə qayıtmaq istəyirəm. Niyə? Hətta gələndə deyir, elə gedim ki, gizlin olsun, çox da bilməsinlər məni Firon. Ailəmi ziyarət edeyim. Gecənin qaranlığında yolu azır. Hər bir şeydə hikmət var, subhanallah. Qaranlığında yolu azır və şiddətli yıldırım çaxır, yağış yağır.
Yol azıblar səhranın ortasında, yəni dağın ortasında bir ərazidə yol azıblar. Uzaqdan bir işıq görürlər. O vaxtı belə idi. Hansısa bir ərəblərin yaşadığı yerdə kəndin başında nə edərdilər? Gecə ocaq qalayardılar. Yəni yolu azan insan bilsin ki, burada nə var? Yaşayış var. Onun yanına yeməyi qoyardılar. Yoluna azılsa gəlsin, heç olsa yemək də yesin. İtməsin, azmasın deyə. Və yaxud da gəlib bizə müraciət eləsin. Musa əleyhissalam da uzaqdan görür ki, əzəmətli bir ateş var. Subhanallah. Od yanır. Sevinir, yolu azıb. Gecənin qaranlığında umkusu inni anastu nara. Deyirsən burada gözlə, öz əhlinə deyir. Əhli kimdir? Bir də həyat yoldaşı. Başqa heç kimsə yoxdur. Bu nəyə dəlildir? Hər bir insanın həyat yoldaşı onun əhlidir. Peyğəmbərimizin həyat yoldaşları onun əhlidir. Kim onları əhlindən çıxarda bilər? Heç kimsə. Anastu, yəni artıq deyir, ateş gördüm. Yəni rahatlıq gəlir qəlbinə. Subhanallah. Xeyir var orada. Çünki nəyə görə? Orada bir ateş varsa, yəqin ki, yaşayış var. Və yaxud da ki, misafirlər keçən yerdir, orada dincəllər. Və yaxud da ki, hansısa bir yaşayış olan bir yerin yanından keçirəm. Necə o vaxt nə edərdilər? Yemək qoyardılar. Ləalli atikum minha biqabasin. Bəlkə gedim oradan bir qaranlıq zülmətdə bir şey var. O ateşdən gətirib biz də yandıraq. Yolda isinək. Yol azıb, qaranlıq. Necə geçsin yolunu? Yağış yağır, ildırım çaxır. Soyuq, şiddətli soyuq olur. Ateşi görəndə sevinir. Elə bilir ki, həqiqi ateş yanır. Ondan gətirib biz də yandıraq. Həyat yoldaşını orada saxlayır. Çünki bilmir nə baş verir orada. Nələr var? Bəlkə də təhlükəli insanlar da ola bilər. Əv əcidu alən nəri hudə. Və yaxud da ki, ora gedib oradan yolu öyrənərəm. Yol, bəlkə yol kənarındadır. Subhanallah. Əv cəzvətin minən nəri ləalləkum tastalun. Və yaxud da ki, bir parça ateşdən gətirərəm və bir qız var, kömür gətirərəm. Biz ateş qalayarıq. Subhanallah. Allah da buyurdu bunu Quran-ı Kərimdə Taha surəsində. Və həl ətəkə hadith Musa. Musa'nın əhvalatı sənə çatdı mı? İzra'a naran. Ateş görən nə dedi? Fəqalə li əhlihim kuthu inni anasu nara. Dediyimiz ayə. İkinci Nəml surəsində gəlir. Eyni hadisə. Üçüncü gəlir Qasas surəsində. Yəni ateşi görməsi. Musa əleyhissalam nə edir? Əlbəttə ki, harada görür onu? Tur dağının sağ tərəfində. Yəni gecənin zülmətini heç Musa əleyhissalam da bilmir o haradır. Tur dağıdır, heç bir şey bilmir Musa əleyhissalam. Yolunu azıb, yəni qaranlıq gecənin hissəsində. وَذْكُرْ فِي الْكِتَابِ Musa. Musanı xatırladı Peyğəmbərimizə Allah Teala. İnnehu kana muxlasan və kana rasulan nabiyya. O çox ixlaslı, xalis, səmimi bir qul idi. Rasul idi, elçi idi. Elçi idi, peyğəmbər idi. Və nadaynahu min canibi turil ayman. Tur dağının sağ tərəfindən ona səsləndi. Və qarrabnahu najiyya. Subhanallah. Onu deyir özümə yaxınlaşdırdım Allah Teala buyurur. Fələmmə ətəhə nudiyə min şatil vadil ayman. Ona yaxınlaşanda o dərənin sağ tərəfindən ona belə səsləndi. Fil buqatil mübarəkə. Mübarək bir yerdə minəşşəcərə. Mübarək bir yerdən zeytun ağacı olur orada. Ey ya Musa, ey Musa, inni ənəllahu rabbul aləmin. Mən aləmin Rəbbi Allahım. Musa əleyhissalam yaxınlaşır ağaca. Görür ki, ağac yanır, amma ki, necə yana bilər ki? Elə bilir ki, bir tonqal qalayırlar. Oraya yaxınlaşır, görür, yox. Ağac yanır, zeytun ağacı olur. Ağac yanır, şimşək çaxır. Ot tutur, yəni şimşək, külək, ildırım. Amma ağac yanır, yana bilməz axı. Görür ki, bu başqa bir şeydir, subhanallah. Orada altına iniyor, ondan birbaşa danışır. Subhanallah. Çünki altı nədir? Hər şeyə qadirdir. Görəndə nə inir? Kəlləməhu Rabbuh. Allah ondan danışır. Fələmmə ətəhə nudiyə ya Musa. Oraya yaxınlaşanda deyir, çağırdı onu. İnni ən Rabbuk. Mən sənin Rəbbinəm. Düşünün, gecənin zülmətində səs gəlir ateşdən. Altı hər şey qadirdir. Nəyə görə ateş qalıyıb ona? Gəlsin, amma ateş deyil o. Ağac yanır, amma ateş yoxdur. İsinmir. Yağışın, ildırımın, şimşəyin altında tufan çökür. Fəxlənə aleyk. Birinci ayaqlarını çıxar, ayaqqabılarını çıxar. İnnəkə bil vadil muqaddəsi tuva.
Sən deyir müqəddəs bir yerdəsən. Və nəxtərtukə, mən səni seçdim. Fəstəmi limə yuhə. Sənə vəhy olunana dinlə. İnnəni anallah. Subhan, mən anam Allah. Düşünün gecənin zülmətində səs. La ilahə illə ənə. Məndən başqa ibadətlə haqq məbud yoxdur. Və aqimis salətə li zikri. Məni xatırlamaq üçün namaza qalx, ibadət eylə. Və innə səətə ətiyətun. Mütləq qiyamət gələcək. Subhanallah, Musaya buyurub gələcək. Gör nə qədər yaxınlaşıb. Musadan bizim aramızda nə qədər vaxt var Musa Aleyhisselamla. Əkəd uxfiyhə. Onun vaxtını gizli saxlamışam. Lituczə kullu nəfsin bimə təs'a. Çünki o gün hər kəs etdiyi əməlin qarşılığını alacaq. Subhanallah. Altın elədi, çağırdı onu. Subhanallah. Fələmmə nudiyə. Fələmmə cə. Yaxında nudiyə. Ən budikə mən fil nəri və mən havl. Subhanə Rabbul aləmin. Yəni, Musa Aleyhisselam neyini? Allah'tan onu çağırır. Amma burada müəllif bir gözəl şeyi qeyd edir. Baxın, onu mövzuya qayıdacaq. Allah Teala elçiliyi kimə verir? İstədiyi şəxsə və ən xeyirli insanlara. Allah onu əvvəlcədən yaradıb, bilir ki, bu nə olmalıdır? Onu seçib Peyğəmbər. Allah ya'lamu haythu yec'alu risalete. Allah bilir elçiliyi kimə verir. Heç kimsə deyə bilməz ki, niyə bu olmadı, niyə bu oldu. Bəziləri deyir axı, niyə ondan oldu, niyə ərəbdən oldu, niyə... Allah'ın seçimidir. Heç kimsə Allah'ın seçiminə qarışa bilməz. Allah da bilir ki, yaratdıqları içərisində kim Peyğəmbər olmağa layiqdir. Və nəxtərtukə fəstəmi limə yuhə. Mən səni seçdim, vəhy olunanı dinlə. İnni istafaytukə alən nəsi birisaləti və kələmi. Mən səni insanlar içərisindən elçiliklə və birbaşa vasitəsiz danışmaqla seçmişəm. Subhanallah. Ona görə bu Musa Aleyhisselamın fəziləti. Amma Peyğəmbərlər içərisində ən fəzilətli kimdir? Muhammedin sallallahu aleyhi və səlləm. Çünki onunla Allah neyini? Bütün elçiliyi bitirib. İnna Allah istəfə Kənənə min vələd İsmail. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Allah Teala deyir Kənənəni Peyğəmbərimizin ata-babaları İsmail'in evladından seçdi. Qureyşi də Kənənədən seçdi. Qureyşdən içərisində Bəni Haşimi seçdi. Peyğəmbərimiz hardandır? Bəni Haşimdən. وَاسْتَفَانِ مِنْ Bəni Haşim. Məni dedi Bəni Haşimdən seçdi deyir. Subhanallah. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün minbərə çıxır. Deyir ki, mən ənə. Mən kiməm? Dedilər ki, əntə Rasulullah. Sən Allahın elçisisən. Dedi, ənə Muhammed ibn Abdullah. Mən Məhəmmədin oğlu Abdullaham. İbn Abdülmuttəlib. O da kimin oğlu? Abdülmuttəlibin. İnna Allah xalaqal xalq. Allah məxluqatını yaradanda fəcə'anə fi xeyri xalqi. Məni ən xeyirli məxluqatıdır, yaratdı, seçdi. Subhanallah. Ona görə nədir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hamısından üstün olması. Baxın deyək ki, İbn Məsud, İnna Allah nəzərə fi qulubil ibad. Allah Teala da insanların qəlblərinə baxdı. Fəvəcədə qalibu Muhammedin xeyrə qulubil ibad. Nəzər saldı. Və Allah görür ki, ən xeyirli qəlb kimin qəlbidir? Muhammed sallallahu əleyhi və səlləmin qəlbidir. Gör necə insan oldu sallallahu əleyhi və səlləm. Vastafahu, onu seçdi, ona elçilik verdi. Ondan sonra Allah Teala deyir, qulların qəlbinə baxdı və onun içərisində ən xeyirli qəlb kimdən qəlblərdir? Sahabələrin qəlbləridir. Və onu Peyğəmbərin dostları seçdi deyir, subhanallah. Peyğəmbərin yanında olan pis insan ola bilər, o bəzi murdarların dediyi kimi. Peyğəmbər öləndən sonra 8 nəfər sahabədən başqa deyir, hamısı mürtəd oldu deyir. Allah deyir, mən onlara razıyam, bunlar deyir, mürtəd oldu. La ilahe illallah. Allah'tan yaxşı bilirsiniz, siz şovinizm. Alçaqlar. Ona görə nədir? Allah Teala'nın seçdiyi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ondan sonra deyir ki, birinci Allah Teala baxın, neyi öyrədir Peyğəmbərlərə? Birinci dəvət nə olub? Hamısının dəvət nə olub? Tevhidə dəvət. Subhanallah. Ya Musa, innəni alallah. Mənəm bir Allah, ibad layiq. Rabbul aləmin, aləmlərin Rəbbi. Ya Musa, innehu ənəllahul azizul hakim. Ey Musa, mənəm Allah əl-aziz, izzət əl-hakim, hikmət sahibi. Baxın, bütün Peyğəmbərlər buna dəvət edib. Ya Musa, inni ənə rabbuk. Mənəm sənin Rəbbin. Fə'ləm ənəhu la ilahe illallah. Başqa ayədə buyur altı Quran-ı Kərimdə Peyğəmbərimizə. Bil, Allah'tan başqa ibadlahi haqq məbud yoxdur. Baxın, hər bir Peyğəmbər nəyə dəvət edib?
Ya qavmi ibudullaha ma lakum min ilahin gayru. Ey qövmüm, Allah'a ibadət eləyin. Sizin Allah'tan başqa ibadətə layiq, haqq məbudunuz yoxdur. Allah'tan başqa ibadət edənlər batildir. Ona görə də Peyğəmbərimiz hətta baxın deyir ki, Arafa günü ən xeyirli dua hansıdır? Və mən və məndən əvvəlki bütün Peyğəmbərlərin dediyi. Neydi o? La ilahe illallah vahdehu la şerike leh. Allah'tan başqa ibadət haqq məbud yoxdur. Vahdehu la şerike leh. Onun şəriki yoxdur. Lehul mulk, mülk onundur. Və lehul hamd, hamd onadır. Və huve ala kulli şeyin qadir. O hər şeyə qadirdir. Ona görə nədir? Bütün Peyğəmbərlərin baxın nədir? Dəvəti bu olub. Ondan sonra nə deyir Allah Musa Aleyhisselama? İlk vəhiyində. İnne sa'ate atiyetun. Yəni qiyamət mütləq baş verəcək. Heç kimsə buna qarşı gələ bilməz. Əkədu xfiyhə. Yəni heç kimsə onun vaxtını bildirməmişəm. Hətta yaxın mələklər belə bilmir. Cəbrail əleyhissalam belə bilmir. Subhanallah. Onun vaxtını ancaq kim bilir? Allah bilir. Yəsəlununəkə anis-sa'ati əyyənə mursaha. Səndən soruşurlar ki, qiyamət nə zaman baş verəcək? Qul innəmə ilmuha ində Rabbi. Onun elmi ancaq Allah dərgahındadır. La yücəlliyə li vaxtihə illəhu. Onun vaxtını ancaq o bilir. Subhanallah. Ama hətta Cəbrail əleyhissalam Peyğəmbərimizdən soruşanda ki, mətəs-sə'a. Nə zamandır qiyamət? Nə dedi? Əl-məs'ul anhə bi'a'lə minəs-sə'il. Yəni soruşulan və soruşulan bu haqda məlumat sahibi deyil. Ondan sonra nədir? Həqiqətən də qiyamətin qopması nədir? Allah Teala Musa Aleyhisselam bildirdi və sonra dedi ki, hər bir insanın etdiyi əməlin qarşılığını alacaq. Baxın deyir ki, Qüdsə hədisdə uca Allah Teala, ya ibadi, ey qullarım, innəmə hiyə a'malukum, uhsihə ləkum. Etdiyiniz bütün əməlləriniz sizlər üçün hamısını saxlayıram. Yazır mələklər kitabda. Thumma uvafikum iyyəha. Sonra onun qarşılığını tam alacaqsınız. Yaxşı əməlsə yaxşıdır, pis əməlsə pisdir. Fəmən vəcədə xeyran fəlyəhmədillah. Kim xeyir görsə Allah həmd etsin. Və mən vəcədə qeyrə dəlik. Kim ondan başqasını görsə ancaq da öz nəfsini qınasın. Etdiyin əməllər. Allah da nədir? Heç kimsəyə zülm etməz. Mə minkum min əhədi illə seyükəllimuhu Allah. Sizdən hər birinizlə Allah danışacaq. Onunla Allah arasında deyil, vasitəçi, tərcüməçi olmadan. Fəyanzur əymənə min. Sağına baxacaq, ancaq etdiyi əməlləri görəcək. Soluna baxacaq, ancaq etdiyi pis əməlləri görəcək. Və yanzur beynəyə deyil, önünə baxacaq, ancaq deyil, cəhənnəm vardır. Subhanallah. Sağında yaxşı əməlləri, sonunda pis əməlləri. Fəttəqun nar. Deyib, bir xurma, yarım xurma belə sədəqə verməklə özünüzü cəhənnəmdən qoruyun. Və ya bir kəlmətin tayyibə və yaxud da ki, gözəl bir sözlə özünüzü cəhənnəmdən qoruyun. Çünki qiyamət günü tərəzi qoyulacaq və Allah Teala hesaba çəkəcək. Heç kimsə deməyəcək ki, axı mənim əməllərim qarşılığı verilmir. Əksinə verildi. Veriləcək və tam veriləcək. Kəllə idə dukkətil ərdu dəkkə dəkkə. O gün ki, yer sirkələnəcəyi zaman və cəə rabbuka vəl mələku saffə saffə. Rəbbin gələcəyi, gəlmə sifəti və mələklər səf-səf düzüləcəyi zaman və ciyə yevmə idin bi cəhənnəm. O gün de cəhənnəm gətiriləcək. Yevmə idin yətəzəkkərul insanu ənnə ləhu zikra. Qiyamət gün insan hər bir şeyi xatırlayacaq. Yəqul yə ləytəni qəddəmtu li həyati. Nə olardı? Həyatım üçün bir hazırlığı görərdim. Baxın, nədir? Həyatım üçün. Çünki əsl həyat axirət həyatıdır. Ya cənnət, ya da əbədi cəhənnəm. Bu dünya həyatı nədir? Fanidir, qısadır. Nə olardı? Həyatım üçün deyir, bax. Yəni, axirət həyatım üçün yaxşı əməllər sahib olardı. Ona görə nədir? Qiyamətin baş verməsi həmçin Allah'tan nədir? Heç kimsə bilməz. Ondan sonra Allah'tan nədir? Baxın. Musa Aleyhisselama 2 dənə burada əlamət göstərdi, möcüzə. Vəhiydən əvvəl. Allah Teala Musa Aleyhisselama 9 dənə onun peyğəmbərlərinə ispat edəcək möcüzə verib, onlardan 2 dənəsini. Allah Teala vəlaqad ətəyni Musa 9 ayətin beyinət. Açıq-aşkar 9 dənə möcüzə verdi. Burada nədir? Bu yerdə asa, Musa Aleyhisselam asası olur. Və bir dənə öz əli ilə altın ilə onu möcüzə göstərir. Allah da Musa Aleyhisselamı, baxın o hərdə o Musa Aleyhisselam
Düşünün, qaranlıq bir yer, gecənin zülməti, subhanallah. Və mə tilkə, Allah da Musa əleyhissalam nə edir? Rahat olsun. Bax, insan birdən-birə Allah səndən danışır. Düşünün nə deməkdir? Gecənin zülmətində, qaranlıqda. Ağacdan ateş gəlir, görür ki, ateş deyil, yanmır. Nur. Və mə tilkə bi yeminikə ya Musa. Allah da bildiyi halda. Amma görün Allah Taala'nın həqiqətən lütuf sahibi, diyaloquna baxın. Ey Musa deyir, o sağ əlində olan nədir? Danışır Allah Teala Musa'ya birbaşa. Qale hiyə asaya ətəvəkkü aleyhə. Mənim asandır deyir. Yəni səfərimdə ona söykənirəm. Və ahuşu bihə alə qanəmi. Onunla qoyun otaranda istifadə edim. Qoyunları sürünü qovanda, yığanda. Və liyə fiyhə məəribu. Başqa işlər üçün istifadə edirəm. Qale əlqihə ya Musa. Deyir, ey Musa, at onu. Fəəlqahə. Fəidə hiyə həyyətün təsə. Musa atanda görür ki, nədir? İlana döndü. İlan da nə inir? Tərpənir. Qalə xudhə. Dedi, indi onu götür. Subhanallah. Düşünün, ilan önündə. Və lə təxaf. Qorxma. Sənü'iduhə sirətəhəl ulə. Onu əvvəlki vəziyyətinə qaytaracam. Və əlqə asak. Fələmmə rəahə təhtəzzu kəənnəhə cənnun vəllə mudbiran. Asanı atanda görəndə ki, asa tərpənir, ilandır. Vəllə mudbiran. Musa əleyhissalam qaçır birinci. Qorxur, subhanallah. وَلَمْ يُعَقِّبْ. Arkasına belə baxmadı. Ya Musa, la təxaf. Alta çağır, ey Musa, qorxma. Subhanallah. La yəxafu lədəyyəl mursalin. Mənim yanımda elçilər qorxmaz. Onlar üçün əminamanlıqdır, subhanallah. Musa nə edir? Rahat olur. Düşünün, gecənin qaranlığı. Musa əleyhissalam bir bəşərdir. Ana bətnindən dünyaya gəlib. Allah da düşün, gecənin qaranlıq zülmətində hər yer yağış yağır, ağac yanır, sənlə danışır, subhanallah. Baxın, Allah da nə edir? Musa əleyhissalam necə edir? Allah'ın diyaloğuna bak Musa Aleyhisselam'la, subhanallah. Ve sonra nedir? Burada nedir fayda? O asası neye döndü diye? İlana döndü diye. Bakın Allah Teala her şeye kadirdir. Allah Teala ol diğer bir şey olar. Hansı ki Musa'nın asası tahtaydı, cansız ilana döndü. Çünkü Allah her şeye kadirdir. Allah o kadar güdətlidir ki bir şey ol dedi mi olar. Subhanallah. Yani daş canlıya çevrilen. Musa Aleyhisselam hasası neye döndü? Heyvana döndü. Yani ilana döndü. Subhanallah. Hansı ki bu asa ki gələcəkdə Firon ve bütün onun əsgərlərinin denizde batması ve özlerinin denizden keçməsi nədir? Möcüzə. Hemen asa dedi ki vur asandan denize yollar ayrılacak. Subhanallah. Allah'ın qüdrətinə baxın. Sonra Allah da deməli hər bir şey qadirdir. Yani istediği sifətdə nə edir? Dəyişdirər. Misal üçün ateş. Ateş nədir? Yandırar. Ama Allah ne dedi? Soyuq oldu dedi. İbrahim Aleyhisselam soyuq oldu. Subhanallah. Ona göre de Allah Teala her şeyi değiştirmeye kadirdir. Musa Aleyhisselam ne edir? Etrafında görür onu. Subhanallah. Yani Allah Teala öz neyini, gücünü, qüdrətini gösterir. Ve sonra vadmum yedeke ila ceybike ikinci möcüzəni gösterir. Vadmum yedeke ila ceybike tahruc beyda min gayr suyun ayeten ukhra. Ey Musa senin ikinci möcüzən. Nedir? Əlini koy koltuğunun altına sonra çıxar. Qaranlıq zülmət. Çıxardan görür ki nədir? Ağappaq parıldayır. Yəni alta gör hər şey qadirdir. O əlinə onu nuru verən kim? Uca Allah Teala. Linuriyeke min ayatina el-kubra. Hələ sana bundan da böyük əlamətləri göstərəcəm. Subhanallah. Usluk yedeke fi ceybik tahruc beyda min gayri su. Yəni ağappaq çıxacaq. Yəni tərtəm parıldayır. Subhanallah. Bu həmçinin bu nədir? İki dənə möcüzəni verir. Hələ ki get Fironun yanına. Firon səndən tələb edəcək. Sən kimsən? Bax bu mənim peyğəmbərliyimə dəlalət edən möcüzə. Asa bir də nə verir? Əli. Nur olur. Subhanallah. Və sonra nə dedi? İzhəb ilə Firavun innehu tağa. Get Fironun yanına. O həddini aşıb. Yəni hansı ki Musa Aleyhisselam oradan qaçıb Firondan, Allah da indi onu göndərir Fironun yanına dəvətə. Subhanallah. Elə bir zalimin yanına dəvətə göndərir Allah Teala. Düşünün nə deməkdir bu? Hansı ki onun hökm çıxarılmış ki Musa Aleyhisselam öldürün deyə, indi Allah Teala 10 il sonra onu nə edir? Fironun üstünə göndərir, yanına qaytarır. La ilahe illallah.
Getdir ona dəvət elə. Nəyə görə? Bəni İsrailə zülüm verməsin, əzab verməsin. Allah'a ibadət eləsin. Çünki həddini aşıb. Və idnədə rabbuka Musa ən itil qavməz zalimin. Ey Musa, get o zalim qövmünün yanına. Qavmə Firavun. Firavun və onun qövmü. Subhanallah. Musa aleyhissalam bu anda nə edir? Baxın. Biri çətin bir sınavdır. Çətin bir işdir. Yardım istəyir Allah Teala'dan. La ilahe illallah. O yardımların hamısını da Allah ona neyini verir. Birinci nə deməkdir? Rabbi şirəhli sadri. Ey Rəbbi, mənim qəlbimi geniş aç. Geniş eylə. Yəni qəlbimdə rahatlıq olsun. Subhanallah. Çünki insan qəlbi geniş olanda, rahatlıq olanda neyini? Çətinliklə ona rahat gəlir. Və yəssirli əmri. Mənim bu işimi rahatlaşdır mənə. Çətin bir işdir. Subhanallah. Baxın, ona görə hər bir insan hər zaman dəvət olsun, bir iş olsun, nədir istəməli? Allah'tan rahatlıq istəməli. Allah'tan sən rahatlaşdırmasa, müvəffəq ola bilməzsən. Vahlul uqdadan min lisani. Dilimdəki düyünü aç. Yəfqahu qavli. Sözümü gözəl anlasınlar. Sonra vəc'alli vazira min əhli. Öz əhlimdən mənə köməkçi ver. Subhanallah. Harun əxi. Qardaşım Harunu köməkçi istəyir. Uştud bihi əzri. Yəni mənə yardımcı olsun. Və əşriku fi əmri. Yəni bu işdə mənim yanımda olsun. Key nusabbihaka kəthira. Sənə çoxlu zikr edir. Yəni bu işi yerinə yetirmək nədir? Allahın əmridir. Və nazkuruka kəthira. Yəni səni çoxlu zikr edənlərdən olar. İnnəkə kunta bina basira. Sən bizi deyə ey Rəbbim görürsən. Cavab nə gəldi? Qad utitə su'ləkə ya Musa. Ey Musa, sənin bütün ehtiyacların verildi. Subhanallah. Bir duada hamısı verildi. Ona görə gözəl söz o alilərin birisi ki, bütün dualarını deyib, bir yerdə yığdı. Musa aleyhissalam kimdir? Allah'a deyib, ərz elə. Bəlkə bütün sualların cavabı bir dəfəyə gəlsin sənə. Allah hər şey qadirdir. Gör, neçədən şey istəmişik. Hamısını bir dəfəyə altına inədi, ona verdi. Və sonra nədir? Baxın, Musa aleyhissalam. Rabbi inni qatatu minhum nəfsən fəəxaf ən yaxtulun. Subhanallah. Ey Rəbbi, mən onlara bir insanı öldürmüşəm. Fironun yanlarına. Qorxuram məni öldürsünlər. Və əxu Harunə huvə əfsah minni lisanən. Qardaşım Harun məndən daha danışıqda yaxşı. Çünki Musa aleyhissalam danışanda dili pəltəyi vururdu. Nəyə görə? Dili yanmışdı. Uşaq vaxtı sarayda olanda. Bir dəfə oynayanda balaca vaxtı ona görə Fironun həyat yoldaşı Asiya ona yardım edir. Musa aleyhissalam oynayanda, Firon da onu oynayanda Fironun neyini çəkir. Rivayətdə gəlir, saqqalını çəkir. Firon qorxur. Deyəsən, bu o deyir. Hadi, böyüyəndə mənə qarşı gələcək. O həmişə şübhədə yaşayır. Öldürmək istəyir. Subhanallah. Çünki şübhədir. Yuxu görüb, qorxub, yuxusunda yozublar ki, kimsə bəni hissədən çıxacaq, səni mülkündən edəcək, elə o yuxuların qorxusuyla yaşayır. Asiya deyir ki, yox, o uşaqdır, deyir. Öldürmək istəyir. Deyir, neynim? Deyir, yoxla, deyir. Xurmanı da qoy, kömürü də qoy, qızmar kömürü. Əgər ağılırsa, xurmanı götürəcək. Uşağı götürüb, kömürü atır ağzına, dili yanır. Rivayətdə də gəlir. Subhanallah. Yəni, altı neyini qoruyur. Deyir ki, o məndən daha, bu təfsirlərdə gəlir. O məndən daha bəlağətlidir. Fərsilhu mə'iyyəridən. Onu mənimlə göndər. Yusaddiquni. Məni təsdiqləsin, Peyğəmbərsən deyə. Tək deyiləm. İnni əxaf ən yükəzzibun. Mən qorxuram ki, məni təksib etsinlər. Yəni, ailəndən də birisi məni neynəsin? Peyğəmbərimi qəbul etsin. Qalə sənə şudu adudəkə bi əxikə. Qardaşın da sənə yardım edəcəyi. Və nəcələhkumə sultanə. Sizin ikiniz də hər şeyin üzərində hökm sahibi, yəni hakim olacaqsınız. Fələyyəsun ileykumə. Onlar sizə zərər verə bilməzlər. Allah birbaşa cavab gəldi. Subhanallah. Get deyir onlara. La ilahe illallah. Baxın, yəni, burada birinci faydanı qeyd eləyək. Mövzuya qayıtmamışlar. Birinci fayda nədir? Qəlbinin nəyini istədi? Genişliyini, qəlbi rahatlıq. Ona görə də hər bir insan və ya dəvətçi və ya hər bir insan həyatda nə zaman nə istəyir? Allahım, sən məni qədəmlərimi sabit eylə. Gözəl bir şeydir. Əlbəttə, həmçinin istə ki, Allahım, sən mənim qəlbimi geniş eylə, rahat eylə. Çünki qəlbin geniş, rahatlıq olmasa, ibadətdən, imandan ləzzət ala bilməyəcəksən. O qəlbdə ki, hər zaman sıxıntı var, vəsvəsə var, nə bilim, pis işlər düşünmək var, ümidsizlik var. O qəlb rahat ola bilməyəcək. İbadətdən ləzzət ala bilməyəcək. Onun ki, nədir? Qəlbim rahat eylə. Altı həmçinin Peyğəmbər nə demişdi? Sənin qəlbini açıb genişləndirmədin mi? Qəlbinə rahatlıq vermədin mi? Subhanallah. Yəni ona görə
Nəyə görə qəlbi genişliyirsin? Çünki sən dəvətçisənsə, sənə qarşı inadkarlıq edən olacaq, təkəbbürlük edən olacaq, əziyyət verən olacaq. Çünki bunlara qarşı qəlbi genişlik lazımdır. Qal Rabbi şrəhli sadri. Qəlbim neyinə? Geniş eylə. Subhan. Və yəssirli əmri. İşimi rahatlaşdır. Yəni bu nədir? Peyğəmbərin Musa Aleyhisselamın Allah Teala'dan istədiyi. Subhanallah. Yəni ona görə hətta baxın Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allah Teala dəvətdə o qəlbi genişliyi, rahat olmaq üçün birinci nəyi əmr etmişdi? Gecə namazı. Qumil leylə. Ya eyyuhəl muzzəmmil. Ey paltarına, yorğanına bürünən. Qumil leylə illə qalilə. Gecənin bir hissəsi qalx. Nəyə görə? Çünki sən ağır bir yük gözləyir. O ağır yükü daşımaq üçün gecə namazı lazımdır. Subhanallah. Sonra nə demişdi? Qiyamun nəhər. Gündüzləri qalx ayağa. Yəni insanlara başa sal. Onun gecə namazı nədir? Önemlidir. Ondan sonra nə istəmişdi? Musa Aleyhisselam salih dost. Salih dostun varsa, yaxının varsa Allah Teala nədir? İbadətdə sənə yardım edəcək. Ona görə hər bir insan yaxşı insanla dostluq etməlidir. Yox səni ümidsizliyə qaptıran, problemdir, dünya dağıldı, filan, pis işlər onlardan uzaq dur. Çünki Musa Aleyhisselam ilk istədi nədir? Yardımcı olsun. Allah Teala kimi verdi? Harun'u verdi. Subhanallah. Ona görə nədir? Sonra nə dedi? Səni çoxlu zikr edənlərdə olar. Nəyə görə zikir? Çünki zikir şeytanı uzaqlaşdırır. Sən zikir əhlisənsə Allahın qoruması altına girirsən. Qəlbin dirilir. Ona görə ki, dəvətçi və ya çətin işlərdə bir insan dilini zikrə alışdırmayıbsa, o müvəffəq ola bilməyəcək. O sıxıntıların xilası ola bilməyəcək. Çünki zikr edən insan hər zaman Rəbbi ilə yaşayır. Rəbbinə bağlılar ya, onu da əl-məiyyə, yəni Allahın xüsusi qoruması altında olmaq. Fəzkuruni əzkurkum. Məni xatırlayın, mən də sizi xatırlayayım. Kim səni xatırlayır? Rabbul ələmin, ucaların ucası. Ona görə nədir? Baxın, hər bir şeydə nədir? Zikir. Musa Aleyhisselam nə demişdi? Səni çox zikirlənlərdə olar. Subhanallah. Ona görə nədir? Vəsiyyət. Sonra nədir? Hüsnül xuluq. Gözəl əxlaq. İzhəbə ilə fir'aunə innəhu dağa. Gedin Fir'ona, həddini aşıb. Fəqulə ləhu qavlən leyyinən. Onunla yumşaq danışır. Ləalləhu yətəzəkkərə əv yaxşa. Ola bilsin, o xatırlasın, neynəsin? Qorxsun. Subhanallah. Musa Aleyhisselam'a burada neynədi? İki şey verildi. İki dənə möcüzə verildi. İzhəb ilə fir'aunə innəhu dağa. Fəqul həlləkə ilə ən təzəkkə. Ona de ki, paklanmaq istəyirsənmi? Və əhdiyəkə. Mən səni doğru yola yönəldim. Subhanallah. Və idnədə Rabbukə Musa ənitel qavmə zalimin. Zalim qövmə get, Fir'ona get. Deyin ki, Allah'tan qorxmursunuz mu? Subhanallah. Baxın, Allah'tan neynədi? Musa ilə Harun'a gedin dəvət eləyin. Baxın, yenə də nədir? Zalim olur, çox zalim olur Fir'on. Qal Rabbənə. İkisi belə dedi. İndi kim dua edir həmçinin? Harun. İkisi. İnnənə nəxafu ən yafruta aleynə əv ən yətqa. Biz qorxuruq ki, bizə neynəsin? Zərər toxunsun. Həddini açsın. Subhanallah. Qal Rabbi innə əxaf ən yükəzzibun. Əvvəl nə demişdi? Mən qorxuram ki, məni yalancı sayarlar. Və yədiqu sadri. Qəlbim daralar. Və la yəntaliqu lisani. Dilim tutmaz. Fəərsil ilə Harun. Yəni Harun neynədi? Köməkçi istədi. Subhanallah. İndi neynir? İkisini göndərir. Nə dedi? Lə təxafə. Subhanallah. İnnəni mə'akum əsmə. Mən sizinləyəm. Eşidirəm, görürəm. La ilahe illallah. Buna nə deyirlər? Xüsusi məiyyə. Yəni qorxma. Sən Fironun yanına gelsən, haddini aşan. Amma mən sizinləyəm. Yəni xüsusi qoruma altına almışam sizi. Buna deyirlər əl-məiyyə xassa. Var məiyyə əl-ammə, ümum məiyyə. Yəni bütün kullarla bərabərdir. Yəni kullarını eşidir, görür. Bir də var xüsusi məiyyə deyirlər. Bu da möminlər üçündür. Nə deməkdir? Xüsusi Allah Teala onu neyniyib? Qoruması altına alır. Heç kimsə ona zərər verə bilməz. Bir insan Allahın vəli quludursa, yəni əmirlərini yerinə yetirir, haramlardan çəkinir, heç zaman qorxmasın. Çünki sən artıq xüsusi Allahın qoruması altındasan. Heç kimsə Allahın qoruması altında olana zərər verə bilməz. Allah onu neyniyər? Məhv eləyər. Nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? 306 buyurur. Ən çox sevdiyim əməl hansıdır qulumun mənə etdiyi? Fərz əməlləri. Ondan sonra nafilə əməllərinə mənə yaxınlaşarsa, nafilə müstəhəb namazlar, gecə namazı, müstəhəb oruclar, zikir, onun görən gözü olaram.
Nə demək görən göz olaram? Yəni hər zaman mənim inayətim altında, gözüm altındadır. Eşidən qulağı olaram. Açan əli olaram. Yürüyən ayağı olaram. Subhanallah. İstəsə, istədiyini verirəm. Qorunmaq istəsə, qoruyaram. Və deyir ki, mən ədəli vəliyyən. Kim mənim vəli quruma qarşı düşmənçi eləyərsə, mən ona qarşı müharibə elan edərəm. La ilahe illallah. Kim Allahla müharibə eləyə bilər? Heç kim. O deyər, məhv olar. Vəli qulu kimdir? Yəni Allahdan qorxan, vaciblərin yerinə... Sufilərin vəlilərindən deyil. Sufilər uydururlar vəli qulu, güya gecə durmalısan, 70 min dəfə nəzə eləməlisən. Vəlidir, havada uçur, suda uçur, filan şey. Vəlidir nədir? Biri əlini öpür, biri ayağını öpür. Nə bilim, onun dəstəmaz suyunda çimir. Bu vəli deyil, bu saxtakardır, maşenlikdir bu. Əllezine əmənu və kənu yəttəqun. Vəli kimdir? İman gətirənlər və Allahdan qorxanlar. Hər bir mömin, müsəlman Allahın vəli quludur. Amma dərəcələri var. Var aşağı, orta, yuxarı. Nə ilə ayrılır? Yaxşı əməllərin çoxluğu ilə, pis əməllərin azlığı ilə. Hər bir müsəlman Allahın vəlisidir. Vəli quludur. Yoxsa vəli olmaq üçün təriqə şeyx olmalı deyilsən, sufilərdəki kimi. Neçə min dəfə zikr eləyir, ondan sonra vəli qulu olur, ondan sonra nə eləyir? Vəli olan kimi James Bond. Qeybi bilir. Hələ öləndən sonra bu dünyanı idarə eləyir. Sonra nə eləyir? Nə bilim, kömək eləyir. Qovsul Əzam. Onlardan birisi sapıq deyir, Samoyotda gedirdim deyir. Samoyot deyir, xərab oldu deyir. Hiss elədi deyir. Ya Allah dedim, kömək olmadı deyir. Ya Qovsul Əzam dedim, övliya dedim, gəldi Samoyotu düzəltdi deyir. Övliyanı mexanik elədilər havada. Subhanallah. Belə əqidə var. Bu küfür, şirkdir bu. Yəni Allahdan yardım istəmir də 10 min fitdə 10 kilometr. Ölüdən kömək. Özünə adını nə qoyublar? Qavful Əzam. Əzəmətli qavf, yardım edən. Allahdan başqa Qavful Əzam var, yardım edən var. Deyir, bu təriqə şeykidir, Qavful Əzamdır. Nədir? Yardım eləyir. Subhanallah. Estağfurullah. Nədir? Övliyadır deyir. Heç bir də eşitmişsiniz desinlər ki, Əbubəkir övliya, Ömər övliya, qabağına yazılsınlar tarixdə. Osman övliya, Əli övliya. Yox. Onlardan böyle övliya kul olub, yox. Vəli kulu Allahla sən arandadır. Sən heç kimin üstündəysən. Allahın kulusan. Aman da vəlidir bu. Biri əlini öpür, biri ayağını öpür. Bu gələcəyi bilir. O oturan yerdə oturmaq üçün qırğın gedir. Ne oldu? Arkası dayan yer bərəkətli oldu. Özüm görmüşəm. Bunların bu vəli deyən saxtakar oturub, mən belə şeylər diqqət edirəm, xoşum gəlir. Maraqlıdır. Qırğın geykin oğludan durub ki, buğulan vəli kulu, adı bilməm neydi o, Osman Nuri Topbaş, nədir, sapığın birisi, sufi təriqətlərin birisi. Mədrəsənin birisində oturub, durandan sonra qırğın geyik orada kim otursun? Orada oturan nə olur? Bərəkət olur. Onun arxası nədir? Müqəddəs zat arxası, əstəğfurullah. Oturacağı yeri. Qırğın geyir orada oturmaq üçün. Nə oldu orada oturanda? Bu dini ələ salmaqdır bu. Gör, bu vəlidir, övliyadır. Heç görmürsünüz kimsə salihlər desin ki, mən Allahın vəli quluyam. Təvəzzükarlıq. Vəli kimdir? Hər bir müsəlman Allahın vəli qulu. Bunlara görə isə vəli qullar ancaq bulardır. Başqa cəmaat qoyun sürüsüdür, buna xidmət eləməlidir. Niyə? Cəmaatın malını da yiyirlər, pulunu da yiyirlər, övliyadır, keflə yaşayırlar, saraylar, xidmətçilər. Hətta ona xidmət üçün qırğına gəlir. Elə ki, o birisi elə öyrədirlər də əvvəlcədən sufilikdə. Nə deyir? Övliyad ona etiraz edə bilməzsən, bir. Deyə bilməzsən, niyə bunu etdin? Hətta haram olsa, içki içsə, zina etsə. Görün necə qaydalar qoyublar ki, cəmaatı özlərini tabil etdirmək üçün. Onun deyil, hikməti var. İçki içir, hikməti var. Zina edir, hikməti var. Deyə bilməzsən, niyə? Nə üçün? Sən onun qabağında deyil, mürdəşirin qabağında ölü kimisən. Ölü hüyanın. Yəni, tık səsin çıxmaz. Demək olmaz, niyə? Belə şey var dilimizdə. Haqqı soruşmaq lazımdır insan. Ona görə isə nə edirlər? Onlardan birisi var, 3 il sülənib ki, övliyə xidmət eləsin, qəbul eləmirmiş. Axırda deyir, çatdım muradıma, cənnət əli olub. 3 il gəzib dalınca. Ora gedir, o ölkəyə gedir, arxasına gedir. O ölkənin arxasına, axırda tuta bilim onu ki, onun xidmətçilərdə olsun. Gələ Allah'a xidmət elədi. Yəni bu nədir? Övliyə adı altında şişirdirlər, özlərini el dərəcəyə qoyurlar ki, cəmaatın eynəsin, özlərini tabi etdirsinlər. Mal mülkünü yesinlər, pulunu yesinlər, keyflə yaşayırlar. Onlardan birisini evlərini çəkmişlər, saraylarda yaşayırlar. Dənizdə skuterdə sürürlər, övliyadır bu. Keyf eləyir, Malta adaları, nə adaları övliyadır bu əlidir. Kimin pulu ilə? Müridlərin pulu ilə.
Saraylar, bahalı maşınlar. Onlar da elə bilir ki, o müridlər ki, buna xidmət edir. Mən buna xidmət edirəmsə, deməli cənnətdiyəm. Qiyamət günü deməli cənnətə daxil edəcək. Səni Allah cənnətə daxil edəcək qiyamət. Yəni, belə vəlilik yoxdur, saxtakarlıqdır. Ona görə bəzi dində olan məhfumlardan istifadə edirlər. Vəli kimdir? Əl-ləzin əmənə və kən yəttəqun. Allah buyurur. Qısa. İman gətirənlər Allahdan qorxanlar. Bitti. Hər bir müsəlman Allahın vəli quludur. Var dərəcələri. Nəyə görə? İmanına görə, gecə namazlarına görə, günahlardan çəkindiyinə görə, yoxsa gecə durmalısan, 5000 dəfə falan zikr etməlisən. Sənə bunu tapşırıb övliya, falan. Belə şeylər yoxdur dinimizdə. Və ya övliyanın içdiyi sudan sən də içməlisən. Qırğın gedir. Nə stəkana ağzı deyil. Nədir bu ağzı nə mübarək zatı? Peyğəmbər zatı bəyəm o. O Peyğəmbərə aid olub. Hətta övliya üçün onun tapıçkasını giymək üçün qırğın gedir. Mədrəsələrin birində. Ki bu övliyadır. Bunun üçün ayrı tuvalet tikiblər. Başqa tuvalete girə bilməz bu övliyadır. Peyğəmbərimiz sonra belə deyərdi mənim üçün ayrı şey tikin. Hətta gəlirdi bir nəfər deyirdi ki məclisdə içənizdə Məhəmməd kimdir tanımırdı. Yəni başda otursun və ya ətrafında şey olsun, mütəkkələr sökənsin, bu övliyadır, bu vəba. Deyərdi ki Məhəmməd kimdir? Neysə bir sualım var soruşun. Təvazökarlığa baxın. Peyğəmbərimiz s.ə.v uzun qulağın belində gedik Mədinənin küçələrində. Sahabələrlə mindirirdi, otur. Biraz gedilər, yıxılırlar ikisi də, dardır. Durur üzün tərəfdə deyir ki, yox, davam edəcək səvə. Hamısı da baxır, təvazökarlığa baxın. Mindirir arxasına gedir. Uşaq yolda gedir, gəlir uşağın gözünü tutur. Peyğəmbərimiz belə olub. Bir gün deyir, qonaq çağırmışdı sahabə bizi. Yolda gördü ki, deyir, oynayır. Kim? Həsənlə Hüseyin balaca. Başladı deyir, yeməyə gedirik sahabə gözür evində. Başladı oynamağa deyir. O yan qaçır, bu yan qaçır. O yan axırda tutdu deyir, bağrına bastı deyir. Yəni, Peyğəmbərimiz gör, ədəbi, əxlaqı, tərbiyyəsi, insanlar davranışı, tanımazlar kimdir o. Yoxsa bu nədir? Övliya, başda oturur, birisi yerləyir, ona su verdinsə sən önce cənnətliysən, onun ağzı dəyən yerdən içkinsə, əbədi cənnətliysən. Nə bilin, qiyamət günü deyir, Mahmud Əfəndi gələcək, deyəcəklər ki, hanı sənin müridlərin? Deyir, olan hamısını bunu butulkaya yığmışam. Qiyamət nədir, sənin babanın mülki zaddır, butulkaya yığırsan neysə. Bu batil əqidədir. Baxın, övliya məhfumunu aldığında ilə insanları azdırırlar. Butulkanın içine yığır. Sən kimsən ruhu yığırsan? Öz dərdimi çək. Ahirətdə nə olacaq? Və nələr hələ. Övliya deyir, nəsə fikirləşdirsə, onun fikirləşdiyi gerçək ola bilər. Mövzudan kənara çıxsın. Nədir? Bir gün övliya başını suya saldı, fikirləşdirdi. Fikirləşdirdi, Misirdə bir dənə qadınla evlənib 4 dənə uşaq olub. Bir neçə il sonra həmən qadın 4 dənə uşaqla gördüydü. Güya bu fikirləşdiyi gerçək olub. Belə şey var dinimizdə. Övliya adı altında uydur. Övliya deyir, müxtəlif şəkillərə düşür deyir. Belə şey var, insan insandır. Gah yanına girdin, gördün fil olub deyir. Gah yanına girdin, deyir, kuş olub deyir. Gah yanına girdin, aslan olub. Gah da yanına girdin, deyir, uşaq da ağlayır deyir. Ki bu övliya müxtəlif şəkillərə düşür. Bu nə deyir? Film zat da Hollywood filmi. Estağfurullah. Övliya adı altında inilə insanı azdırırlar. Amma övliya nədir? Var. Vəli qul nə deməkdir? Vacibləri yerinə yetirir, müstəhəbləri yerinə yetirir. Budur, hər bir müsəlman Allahın vəli quludur. O sufilərdəki o saxtakar vəli, məli, o boş söhbət. Hamısı nə üçündür? Ətrafına cəmaatı yığsınlar, onların pulundan kef eləsinlər, yaşasınlar, övlüdür, vəliyədir, filandır, peşmandır. Orası sən vəli qulusan, Allahla sənin aranda. Mənə dəxli olur. Hər bir insan Allah hesab edəcək. Özü vəli dedikləri də çoxu da saxtakardır. Birisi çıxmışı qonşu ölkənin birisində vəlidir. Yığıb cəmaat başına, təriqət qurub. Deyir, necə oldu vəli olduğunu, yuxuda verildi mənə vəlilik. Sonra qızı təcavüzdən içəri atdılar. Vəliyə bax. Özü kim? Tələbələri. Yuxuda buna vəlilik verdi. O birisinin əlini tövbə elətdirir, ip tutur. İpdən 200-300 metr dolaşdırıblar belə, ipdən tutub tövbə edir. Peyğəmbərim deyib sahabələr ki, tövbə elində ipdən tut, kəndirdən salla. Hamımız istehzalı dinlə ələ salmalı. O birisi neyini? Dəh çalıb oynayır. Birisi var, dombalaq aşır. Var elə təriqətlər. Pakistanda var, Əfqanistanda var. Oturub, gəlib bununla əllə görüşür. Əllə görüşəndə birinci pul qoymalısan. Nə gözəl şeydir bu. Gəlir, pul tökməlidir. Pul tökdün, əlini tutur belə, əlini buraxmır. Sirkəlirlər belə. Dəlidir belə. Güya bu sirkəlində günahlara tökülür. Bu əlini çəkir, o buraxmır. Bir dəqiqə əl titrəmə gedir. Böyle şeyler. Böyle şey var dinimizdə. Subhanallah.
Sonra o birisi oturub ki bu övliyadır. Hündür yerdə. Aşağıda oturublar nədir? Hərəkət edirlər dəli-dəli. Peyğəmbər belə zikr edib. O birisi dombalaq aşır. Təriqət və dombalaq aşırlar. Bu dini ələ salmalı. İslam düşmənləri övliya məhfamının altında nə var? Bunları əli ilə yedizdiriblər. İslam'a daxil edirlər. Peyğəmbərimiz belə şey edib, sahabə edib ki, dombalaq aş. O birisi fit çalır. Əməlli fit yoxdur. Fit çalır da la ilahe illallah. La ilahe illallah. La ilahe illallah. Fiti futbolda çalırlar. Hakim çalır. Nə? Svistok çalır əməli başlı. Belə zikr edir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Subhan. Bu hamısı nədir? Bidət dinindən uzaqdır. Yəni övliyar kimdir? İman gətirənlər, Allahdan qorxanlar. Qaydaq mövzumuza harda qalmışdıq? Suflər məsələsinə girəndə hər şey adam nə edir? Unudur. Dedi ki, nədir? Fironun sənə yardım edəcəm. Firon neyinə? Davam elə. Musa ilə Harun gəlirlər. Hara? Düz saraya. Düşünün. Saraya gəlirlər. Qapını döyürlər və bir müddət sonra qapı açılır. O Musa aleyhisselam gəlir, Firon nə deyir? Nə demişdi Allah Taala'na? Fətiyə fəqulə innə rasulə rabbikə. Gedin onun yanına deyin ki, biz Allah'ın iki elçisiyik. Harun da elçiliği verdi. Musa aleyhisselam Harun'u yardımcı istedi, altına elçiliği verdi. Allah'ın kərəm səxavətinə bak. Nə deyin onlara? Biz Allah'ın elçisiyik. İsrail evlatlarına zulm eyləmə və la tuazzibhum. Onlara əzab vermə. Qad ci'naka bi ayatin min rabbik. Deyir ki, sənin Rəbbindən ayələr, əlamətlər gəlmiş. Bax, demir, sənin Rəbbindir. Yəni, Firon nə deyir? Mən Allah deyir axı. Deyir, sənin Rəbbin. Subhanallah. Hikmətə bax burada. Deyir ki, sənin Rəbbin bizə əlamətlər verib. Subhanallah. Vəssəlamu alə mən ittəbəl hudə. Allahın salamı olsun nədir? Hidayətə tabi olanlar. Subhanallah. Gəlirlər, əlbəttə ki, Musa aleyhisselam və eşitmədiyi nədir? Söz eşidirlər. Və qalə Musa ya Firavun. Musa der, ey Firavun, inni rasulun min Rabbil ələmin. Mən Allah'ın elçisiyəm. Ayətlərlə, dəlillərlə gəldim sənin Rəbbindən. Firavun əlbəttə ki, ilk dəfə belə bir söz eşidir. Firavun təkəbbürdür. İlk etiraz nə olur? Ələm nurabbikə finə validən. Biz səni yetişdirmədik mi balacaykən? Və ləbithə finə min umrikə sinin. Bizim yanımızda qaldın. Və fəəntə fəəltə kəlləti fəəlt. Hansı ki, etdiyin əməl də bilirsən. Qibtini öldürmüşdün. Baxın nə deyir? Ona yada salır hamısını. Kim deyir? Firon. Qalə fəəltuhə. Bəli, etmişdim. Amma neynədim? Mən Rəbbimə döndüm. Fəfərrirtu minkum. Sizdən qorxanda mən Rəbbimə qaçdım. O mənə hökm sahibi elədi və mənə elçilərdən etdi. Və tilkə ni'mətun. Bu Allah'ın nimətidir. Subhanallah. Firon məlundur. İlk dəfə belə sözlər eşidir. Bax nə deyir təkəbbüründən? Fəmə rabbukuma ya Musa. Ey Musa, sizin Rəbbiniz kimdir o zaman? Baxın ilk. Rabbunəl-ləzi a'ta kullə şeyin xalqahu thumma hada. Bizim Rəbbimiz hər şeyi yaradıb və ona yol göstərib. Baxın. Fəmə bə'l qurunun ulə. Bəs onda əvvəlki ümmətlər kim soruşur? Firon təkəbbürlüyündən. Qalə ilmuhə ində Rabbi. Onun elmi Rəbbimin yanındadır. Fi kitab. Dərgahında. La yazillu Rabbi və la yansa. Rəbbim heç bir şey unutmaz. Əlləzi cə'lə ləkumul arda məhdə. Hansı yer üzərini o döşədi. Və sələkə ləkum fiyhə subulən. Yer üzərində sizə çaylar yarattı, yollar yarattı. Və ənzələ minəs-səməi məən. Səmadan yağış endirdi. Hamısı neyini? Allah rubiyyətindən danışır. Subhanallah. Əlbəttə ki, Fironun qarşısında bu dəlilləri danışanda Firon neynir? Dəhşətə gəlir. Amma nə deyirdi? Mənəm sizin Rəbbimiz. İnsanları neynəmişdi? Belə aldatmışdı. Və mə rabbul ələmin. Aləmin Rəbbi kimdir? Soruşur. Diyalog uzun gedir. Qal, Rabbus səməvət vəl-ard və mə beynəhumə. Səmaları, yeri, içərisində olanları yaradan odur. İn kuntum muqinin. Əgər inanırsınızsa. Ondan sonra nə elədi? İstehza elədi Firon. Ələ təstəhziun. Yanında olan əyanları, əskərləri. Dinləyirsiniz bunu. Buna mı inanırsınız? Subhanallah. La ilahe. Nə dedi Musa aleyhisselam? Rabbukum və rabbu əbəikumul əvvəlin. Mənim Rəbbim sizin və əvvəlkilərin də Rəbbi odur. Subhanallah. Firon nə deyir? İnnə rasulakumul ləzi ursilə ileykum lə məcnun.
sizə göndəriləndir, elçidir, dəlidir deyir. Firon bilir axı, dəlillər, subutana danışır bu. İnkar eləməlidir. Musa nə deyir? Rabbul məşriq vəl-məğrib və mə beynəhumə. Məşriqin, məğribin, yəni gün batanla gün doğan içərisində olanların Rəbbi. Fironun qarşısında elə bir dəlillərlə danışır ki, Musa aleyhissalam, göy yaratması, səmaları yaratması, yağışdan indirməsi. Bunları deyik, sən eləməmsən, bunlar Allah elib, sən Allah deyilsən. Firon bilir hansı nöqtədən vurur. Kimin yanında? Əyanların yanında. Təkəbbürlüyü göstərir. Və sonra nə deyir? Ya əyyuhəl mələ, ey toplum, mə əlimtu ləkum min ilahin qayri. Mənim sizdən başqa Rəbbiniz yoxdur, subhanallah. Təkəbbürlü. Fəəvqid li yə həmən aləttini. Ey Haman, Haman o zəngini, uca deyil, saraylar tek. Niyə görə? Baxın, ləilli atta ilə iləh Musa. Mən deyil, çıxın baxım görüm Musanın Rəbbinə. Çünki Musa nə deyir? Rəbbim səmada deyir, demir, hər yerdədir. Bu özü ayə belə kimlərə? O Mu'təzilə, Əş'ərilərə rəddiyədir. Çıxın baxım, istehza eləyir. Və inni ləəzunu minəl kəzimin. Mən də yəqinlə bilirəm ki, yalancılardandır. وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ. O, onun əskərləri təkəbbürlüyü göstərdilər. Biri qeyril haqq. وَظَنُّ أَنَّهُمْ إِلَيْنَا لَا يَرْجُعُونَ. Onlar elə zənn etdilər ki, bizdən dərgahımıza gəlməyəcəklər. Baxın, Firon Musanın önündə məğlub olur. Ondan sonra nə edir? Görür ki, dəlillə cavab verə bilmir. Təhdid. لَاِنْ اِتَّخَذْتَ إِلَٰهًا غَيْرِ. Əgər məndən başqasını ilah götürsən, لَاَجْعَلْنَاكَ minəl məscunin. Mən səni həbs edərəm deyir. Amma nə deyir? Musa aleyhisselam nə deyir? Get, qorxma. Deyir ki, əvvələ cü'tükə bir şey mubin. Deyir, əgər sənə deyir, açıq-aşkar bir möcüzə göstərsən, dəlil göstərsən, iman gətirərsən, Musa aleyhisselam yenə nə edir? Diyaloqa davam edir. Fətibihi in kunta minəs sadiqin. Deyir, gətir o zaman deyir, əgər sən sadiqsənsə. Firon da istəyir ki, Musa aleyhisselam məğlub olsun. فَأَلْقَ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ. Asasını atdı yerə. Gördüyü böyük ilan oldu. Həmənki asa. İlan oldu. وَنَزَعَ يَدَهُ. Əlini çıxartdı qoltuğundan. فَإِذَا هِيَ بَيْضَاءٌ لِلنَّاظِرِينَ. Görənlər görür ki, parıldayır. Ağappaq. Şu Araf surəsi. Görür, Firon bilir bu sehir deyil. Amma təkəbbürlük var. قَالَ لِلْمَلَ حَوْلَ. Ətrafına nə dedi? İnne hâzâ lesâhirun alim. Bu sehirbazdır. Niye sehirbaz değil? Çünkü Musa'nın vaxtında o zaman o topluma ne yayılmıştı? Sehirbazlık. En çok yayılan neydi? Sehirbazlık. Subhanallah. Dedi ki bu sehirdir. Buna inanmayın. Yuriden yukhrijakum min ardikum bi sihri. Bu değil sehirle sizi öz yerinizden, yurdunuzdan didərgin salmaq istəyir. Subhanallah. Bakın ne kadar bilir ki Musa haktır. Hatta bununla beraber Allah'lı iddiasına düşür. Subhanallah. Fəhəşərə fənədə. Hamısını yığır. Fəqalə ənə rabbukumul ə'lə. Mənəm sizin uca Rəbbiniz. Təkəbbürlüyündən. Subhanallah. Və nədə Firavun fi qavmi. Bütün qövmünü topladı. Qalə ya qavmi. Ey qövmüm. Bütün Misrin mülkü mənim deyilmi? Bu altından axan çaylar mənim deyilmi? Yəni çaylar, saray. Saray böyük, möhtəşəm, çaylar axır. Deyir ki, bütün bu Misrin mülkü mənim deyilmi? O axan çayların sahibi mən deyiləmmi? Ənəm xeyrun, mən xeyirliyəm. Yoxsa bu deyir, danışığında tam səlis danışmayan birisi mi? Təkəbbürlüyə baxın. Neynədi? Fəstəxəfə qavmə. Qövmü də neynədi? Musa aleyhissalama iman gətirmədi və kimin yoluna getdilər? Fironu. Subhanallah. Firon bildi. Yəni Firon qövmü deyəndə öz ətrafında olanlar. Firon bildi ki, Musa aleyhissalam gətirdiyi haqdır. O nədir? Sehir deyil. Subhanallah. Amma neynədi? İnkar elədi. Çünki hər bir batil əhli haqqı görən neynəyər? İnkar eləyəcək. Subhanallah. Ona görə burada qad ci'tuka bi ayatin min rabbik. Rəbbindən böyük əlamətlərlə gəldim. Yəni əlamət nə idi? Bu ayələr. Amma orada kim iman gətirmişdi? Mu'minu əl Yasin, Yasin ailəsi. Yəni o min aqsal Mədinə. Şəhərin bir tərəfindən gəldi dedi ki, ya qavmi ittabi'u mursal. Ey qövmüm, elçilərə tabe olun. İman gətirənlər başladı nə etməyə? İman gətirməyə. Subhanallah. Ona görə də baxın, hər bir fayda nədir?
Fayda hardadır? Allahın elçilərinə iman gətirmək. Elçilərin yoluna getmək. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yolu ilə getmək. Xeyir oradadır. Ona görə də Musa əleyhissalamın qarşısında aciz qaldı, məl'un. Ondan sonraki hadisələr inşallah gələcək dərsimizdə götürərik. Çox böyük hadisələr baş verir. Seyirbazların yığması, məğlub olması, seyirbazlarına iman gətirməsi, onları Fironun edam etməsi. Subhan, həqiqətən də iman edən insan bilir ki, haqq, iman qəlbə girəndən sonra heç bir şey nədir? Onu haqq yolundan döndərə bilməz. Amma buradan çıxan qısa faydalar toxunun. Bununla bugünkü dərsimizi bitirək. Baxın, deyil ki, burada Musa əleyhissalam qad ci'tuka bi ayətin min rabbik. Sənin Rəbbindən ayələr, əlamətlər var. Yəni, onun gücünə, qüdrətinə dəlalət edən. Orada nə elədi? Bütün peyğəmbərlər Allah dərgahından böyük bir hidayətlə gəliblər. Ona görə peyğəmbərlərin yolun tabi olmalıdır. Bu dünyada xoşbəxtlik, ahirətdə cənnətdir. Bütün peyğəmbərlər nəyə dəvət etmişdi? Tavhidə dəvət etmişdi. Ona görə Allahın elçisinə itaət nədir? Hər bir şey xeyirdir. İn tuti'u təhtədu. Əgər Allahın elçisinə tabi olsanız, hidayətdə olarsınız. Baxın, və mə alə rasul illəl bələğul mubin. Elçilərin üzərinə düşən nədir? Təbliğ eləmək. Həmçinin elçilərə itaət eləmək nə demək? Rəhmət deməkdir. Yəni kim peyğəmbərin sünnəsinə getmirsə, rəhmətdən məhrum olur. Öz nəfsinə ziyan eləyir. Subhanallah. Həmçinin nədir altı Quran-Kərimdə? Və yuti'unallah və rasulə. Allah və Rəsuluna iman gətirirlər. Ulaikə səyərhamuhumullah. Allah onlara rəhm edəcək. Subhanallah. Peyğəmbərimizin hər bir sünnəsində rəhmət var. Yəni sən sünnəni yerinə yetirməklə əksinə Allahın rəhmətini qazanırsan. Səyərhamuhumullah deyir. Çünki Allah seçib o elçini. Onu haqla göndərir. Ona görə də elçiyə tabi olmaq nədir? وَمَنْ يُتِعِ اللّٰهَ وَرَسُولَهُ. Kim Allah'a və onun Rasuluna tabi olur, fəqət fəzə fəvzən azimə. Əzəmətli bir qurtuluşa çatıb. Üçüncü, kim onların yoluna üz döndərərsə, əlbəttə ki, dünya və axirətdə həlak gözləyir. Necə ki, Firon lənətə düçar olduğu kimi. Fəkəzzəbə və asa. Neynədi? Təksib etdi. Asi oldu. Thumma ədbərə yəs'a. Sonra üz döndərdi. Fəhəşərə fənədə. Bütün onun əyanlarını yığdı. Fəqalə ənə rabbukumul ə'lə. Dedi, mən sizin Rəbbinizəm. Fəəxədəhullah nəkələl əxirət vəl-ulə. Allah Teala da ona deyir, onun dünyada etdiyi bütün onun əvəzini əlbəttə cəhənnəmdə məhv edəcək. Və dünya ahirəti həlak oldu. İnnə fī zəlikə lə'ibrə. Burada deyir, ibrət vardı kimlər üçün? Limən yaxşə. Allah Teala'dan qorxanlar üçün deyir, ibrət vardır. Ona görə də əlbəttə Musa əleyhissalam ulul əzmi minər rusul. Allahın seçdiyi ən əzəmətli nədir? Peyğəmbərlərdən birisidir. Ona görə də baxın burada Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin buradan çıxan fayda nədir? Ona görə bax Allah Teala peyğəmbərləri göndərəndə, padşahların yanında, onların yanına gedəndə dəvətdə də üslubu seçin, leyin. Yəni hər bir insanın dəvət metodu var. Yəni insana görə dəyişir. Amma elçilər nə deyir? Onların yanına gedəndə onlarla yumşaq danışın. Onları İslam'a dəvət edin, yumşaq danışın, ən gözəl ibarələrlə danışın. Peyğəmbərimiz də belə edərdi. Baxın Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Herakla məktub yazır. Nə deyir? Bismillahirrahmanirrahim. Allahın adı min Muhammedin Rasulullah. Allahın elçisi ilə Herkal azim Rum. Rumun əzəmətlisi, böyüyü, padşahı Herakla. Selamun alə mən ittəbəl huda. Salam olsun deyə hidayətə tabi olanlara. Əmmə ba'd. Fə inni əd'uka bida'ayət İslam. Mən səni İslam'a dəvət edirəm. Fəslim, təsləm. İslamı qəbul elə. Salamat olasan və Allah Teala sənin savabı 2 qat versin. Subhanallah. Baxın Peyğəmbərimizin dəvəti. Ona görə də həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hətta müşrikləri belə dəvət edəndə hikmətlə dəvət etmək, əsasən padşahlar, böyüklər, vəzifəlilər, yəni adi insan kimi danışılmaz, hikmətlə danışırlar. Bu peyğəmbərlərin dəvətidir ki, onlarla danışarkən xüsusilə onlara qarşı şiddətli olmaz, sərt olmaz. Ümumiyyətlə müsəlmanların da liderləri ilə danışarkən hikmətlə danışmaq, ümumiyyətlə müsəlman başların eybini açmaq, minbərlərdə tənqid eləmək, dinimizdə yol verilməz. Bu xavariclərin, İxvan-ı Müslümin yoldur. Doğru həqiqət sahibləri minbərlərdə, ictimai yerlərdə dövlət başını tənqid etməzlər, eybini açmazlar, pisləməzlər. Subhanallah. Ona görə nədir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Mən ərad ən yənsəhə
kim deyir, rəhbəri, böyüyü deyir, nəsihət etmək istəyirsə, onu deyir, açıq-aşkar etməsin deyir. Yəni, insanlar içərisində gözdən sarı olmaz deyir. Əgər bacarırsa deyir, əlindən tutsun, tək qalsın, onu neynəsin, başa salsın deyir, subhanallah. Baxın, hətta bir gün, bu Tirmizi rivayət edir, Unzur ilə əmiruna yəlbisu thiyabəl fussaq. Bir gün bir nəfər Əbu Bəkrə olur, salihlərin yanında. Deyir ki, baxın bizim əmrimizə fasiqlərin paltarından giyinib. Dedi, uskut, sus. Mən Peyğəmbərimizdən belə eşitdim. Mən əhənə sultanallah filar. Kim padişahı, rəhbəri yer üzərində onu deyir, aşağılamağa çalışarsa, Allah onun özünü aşağılayar. Alçatmağa çalışarsa, Allah onun özünü alçaldar. Olmaz deyir. Peyğəmbərimiz qadan eləyibdir. Görürsən, burada ortaya çıxır. Doğru əqidə ilə ixvanların xavacla əqidələri. Çıxdılar minbərlərə, insanları qızışdırdılar, ölkələr dağıtdılar. Onlardan birisi də bu yaxınları həlak oldu. Yusuf el-Qardavi. Suriyanı xarabalığa çevirdi. Dövlət başçılarını tənqid eləyə. Libiyanı xarabalığa çevirdi. Misiri dağıtdı. Subhanallah. Əlhamdülillah həlak oldu, getdi. Elə bidət həlak olanda doğru əqidə sahiblər sevinərlər ki, onların həlakıdır, İslamda fəth etdi, fəth etdi. Ona görə nədir? Peyğəmbərimizin sünnəsindən kənara kim çıxırsa, axırı bu olur. Dağıtdılar Suriyanı, dağıtdılar Libiyanı, Misri dağıtdılar, sonra əlhamdülillah düzəldi. Hətta o dərəcəyə çatmış ki, Misri dağıtma aslında kafirlərin yardım istəyir. Ey Amerika, haradasan, gəl də bura. Subhanallah. O Yusuf el-Qardavi həlak olan elədi. Ona görə nədir? Baxın, bir gün Usam ibn Zeydə dedilər ki, Ələ tədğu alə Osman fətükəllimuhum. Osmanın yanına girib onunla danışsana, nəsihət etsənə. Subhanallah. Ətəramnə inni lə ükəllimuhum. Siz elə bilirsiniz ki, mən sizə demirəmsə danışmıram. Yəni mütləq gəlib sizə raport verməliyəm, danışıram, danışmıram. Subhanallah. Siz elə bilirsiniz ki, mən danışmıram. Allah'ın da olsun ki, mən onunla tək qalanı danışıram, nəsihət edirəm. Subhanallah. Mən amma heç zaman deyil, bunu deyil, açmaram deyil. Bunu kim dedi? Usam ibn Zeyd radiyallahu anh. Subhanallah. Baxın deyir ki, Səhl ibn Abdullah Ət-Tusturi rahimehullah, la yazalun nas bi xeyrin ma azzamu sultan vel ulema. İnsanlar deyir, dövlət başçısına və alimlərə hörmət etdikcə xeyir işəsindədir. Əgər deyir, azzamu hazin, bu ikisinə yaxşılıq etsələr, hörmət, yəni alçatmasalar deyir, Allah onların dünya və axirətini gözəl eləyər. Amma yox, onları deyir, aşağı gözdən baxsalar, dünya və axirətləri deyir, xarab olar deyir. Baxın, budur doğru yol. Yoxsa o bəzilərin kimi deyil. Yəni buradan çıxan nədir? Musa əleyhissalam qissəsindən nədir? Çıxan fayda, inşallah gələn mövzumuzda davamına toxunarıq. Musa əleyhissalamın ondan sonra baş verən hadisələr, seyirbazlar hadisələr və digər hadisələr. Həqiqətən Musa əleyhissalam hadisəsi çox önəmlidir bir mömin üçün, onu bilmək. Musa əleyhissalamın həqiqətən dəvəti, orada olan hikmətlər və seyirbazların o anda iman gətirmələri, düşünün, o möcüzələri görəndən sonra iman gətirirlər, hətta imanlarından belə dönmürlər. Və deyir, Firon onları deyir, bir rivayətdə gəlir ki, neçə minlərlə olur. Bir anda iman gətirirlər və hamısı edam edir. Niyə iman gətirirlər deyə, amma imanlarından dönmürlər, subhanallah. İnşallah gələn dərsimizdə söhbət eləyərik. Uca Allah sonumuzu gözəl eyləsin, dualarımızı qəbul eləsin. Uca Allah Teala vətənimizi qorusun, məkir düşmən hilələrindən, fitnələrindən, fəsadlarından. Uca Allah ordumuza yardım eləsin, əskərlərimizə güc qüvvət versin. Uca Allah düşmənlərimizə olan havadarlarını paramparça eləsin. Uca Allah yaralı əskərlərimizə şəfalar versin. Vətənimizi qoruyarkən şəhid olanların şəhadəti qəbul eləsin, günahlarını bağışlasın, dərgahında ən uca məqama yetişdirsin. Uca Allah dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Uca Allah evladlarımız salih qullarını eyləsin. Evladı olmayanlara salih evladlar bəxş eyləsin. Uca Allah elm məclisinin sonunda günahların bağışladığı qulların sırasına bizləri daxil eyləsin. Uca Allah sonumuzu gözəl eyləsin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə Firdevs cənnətində bir yer etsin. Uca Allah ölkə rəhbərimiz, ali baş qanunlarımızı müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Amin.